Gecə gündüz aşırı kobud insanla ünsiyyətdə olsan, vay dədə, bu dəhşət söhbətdir. Sadəcə kobud olmayan bir şəxs sənə mehriban insan kimi görünəcək. Deyirsən, ay nə yaxşı mehriban adamdır. Düşün, o da mehriban deyil axı, belə də adi adamdır da. Kobud da deyil, mehriban da deyil. Deyirsən, yox, mən səhərdən axşama kimi kobud adamlarla oturub dururam. Bu mənə çox mehriban görünür. Kontrast, ziddiyyət qanunu. Oradan bura düşəndə sənə ayrı cür görünür. Müştəriyə əvvəlcə bahalı malı təqdim edib sata bilsən, bu maldan sonra ona daha ucuz mallar satmaq şansın çoxalacaq. Müştəri içəri girir, neçə cür kostyumumuz var. Bir kostyumun qiyməti 1000 manat, ikincisi 800 manat, üçüncüsü 500 manat, dördüncüsü 200 manat. İçəri girən kimi 200 manatlıq kostyumu ona göstərsən, o 1000 manatlığı satamayacaqsan. Amma 1000 manatlığı birinci göstər. 1000 manat? Yox, aşağı qiyməti də varımızdır. Artıq o 200 manat ona çox ucuz görünəcək. Kontrast, ziddiyyət qanunu. Ev satan agentlik bir neçə zəif evi qəsdən müştəriyə göstərir və dərhal satışa uyğun dəyərli evləri göstərib asanlıqla satırlar. Deməli, evi baxır, göstərir, zəif evdir. Qəsdən göstərir. Bilir ki, müştəri bunu almayacaq. Zəif evdir. Müştəri də bəyənmir. Başqa evlərimiz də var. Bax, nə gözəl, dərhal satdı. Sənin artıq müştəriyə təsir etmək şansın çoxalacaq. Amma həmin o yaxşı evi birinci göstərsəydin, hələ muz qoyacaqdı. Nə bilmə, hələ qoy fikirləşək. Artıq o zəif evdən sonra yaxşı ev ona gözəl təsir yaradır. Maşın satan şirkətlər əvvəlcə maşının qiymətində razılaşırlar. Bu hamımızın başına gəlib. Maşın alanlar. Sonra isə əlavələri müştəriyə sata bilirlər. Məsələn, 40 min manata, 50 min manata maşın satır. Birinci maşının qiymətində razılaşır. Maşının qiyməti neçədir? 50 min manat, məsələn. Mən 50 min manatlı maşın sürmürəm. Məsələn, 50 min manat. Razılaşdı. 50 min manatı verən adam 2 min manat əlavə olaraq onun filan cihazına rahatçılıq da verir. 50 min manatdan 2 min manat çox rahat. Kontrast qanunu, ziddiyyət qanunu.